3 istiqamətdə dəyişiklikləri özündə etiva edir və bu dəyişikliklərdən biri bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı, eləcə də hərraca və müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiymətinin müəyyən olunması sahəsində səlahiyyətlərin tənzimlənməsi ilə bağlıdır. Nəzərə alsaq ki, qiymətləndirmə fəaliyyəti haqqında qanun qəbul edildikdən sonra təbii ki, bir sıra qanunlarda dəyişikliklərin edilməsinə ehtiyac yarandı və bu qanun layihəsində dəyişikliklərdən biri də bələdiyyə mülkiyyətində olan torpaqların artıq bu qanun layihəsi qəbul olunduqdan sonra bələdiyyələr tərəfindən deyil, qiymətləndiricilər tərəfindən qiymətləndirməsi ilə bağlıdır. Belə ki, qanun layihəsinin qəbul edilməsi və təsdiq olunmasından sonra bələdiyyə mülkiyyətində olan və müsabiqə hərraca çıxarılan torpaqlar qiymətləndiricilər tərəfindən qiymətləndiriləcək. Bu bütövlükdə bu sahədə şəffaflığın daha da gücləndirilməsinə, sui-istifadə hallarının minimuma endirilməsinə və bütövlükdə bələdiyyə mülkiyyətində olan torpaqların daha real qiymətləndirilməsinə imkan yaradacaq. Bu baxımdan təbii ki, məhz yeni dəyişikliklərə uyğun olaraq həm torpaq məcəlləsində, həm torpaq bazarı haqqında, eləcə də bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunlarda, o cümlədən bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarında dəyişikliklər də həyata keçiriləcək. İkinci istiqamət, qiymətləndirmə fəaliyyətinə uyğun olaraq qiymətləndirici və qiymətləndirici təşkilat anlayışlarından istifadə edilməsi ilə bağlıdır. Belə ki, nəzərə alsaq ki, artıq mövcud qanunvericilikdə müstəqil qiymətləndirici və müstəqil ekspert anlayışlarından istifadə olunurdu. Artıq bu anlayışların əvəzinə qiymətləndirici və qiymətləndirici təşkilat anlayışlarından istifadə olunacaq. Bu da birbaşa onunla bağlıdır ki, qiymətləndirmə fəaliyyəti haqqında qanun qəbul edildikdən sonra qiymətləndirmə fəaliyyəti ilə məhz qiymətləndirmə palatasının üzvü olan şəxslər məşğul ola bilər və təbii ki, həmin qanunun tələblərinə uyğun olaraq da digər qanunverici haqlarda dəyişikliklərin həyata keçirilməsi reallaşır. Və eyni zamanda təbii ki, qanun layihəsi bir sıra uyğunlaşdırma və terminlərin dəqiqləşdirilməsi kimi düzəlişləri özündə etiva edir. Qanun layihəsi İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində geniş müzakirə olunmuş və Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur. O baxımdan hörmətli həmkarlarımızı qanun layihəsini dəstəkləməyə çağırıram. Çox sağ olun.